Başlamısan qardaş. Bəs mənə niyə demirsən başladığını? Bayaqdan ev haqqında söhbət edirik ki, Xırdalanda belə bir ev bu qiymətə mümkün olan bir şey deyil. Sizlərə bu günləri iqamətgah təqdim edəcəm. 3 sot torpaq sahəsinin üzərində 2 mərtəbə, 4 otaq iqamətgah. Buna villa demək olmaz. İqamətgah. Kupça əldədir, haçar bizdədir, bizə məxsusdur. Axtarmayın satışını, yeri haradır, nətərdir, necədir? Yaxın dostumuzun, qardaşımızın evin sizlərə çəkiliş eləyib satacağıq, dəyərli dostlarımız. Qiyməti öncədən deyəcəm, 195 min manat təşkil edir. Real müştəri nömrə ilə əlaqə saxlasın, səhifəni bəyənməyi də unutmayın. Geniş bir şəkildə qonaq otağı ilə tanış olub, keçib evin ümumi üst fasadı ilə sizləri tanış edəcəyik. Dəyərli dostlarımız, tam dolu olaraq əşyalıdır. Nəyə görə içəridən qonaq otağından çəkilişə başlamışam? Çünki evimiz bütün əşyaları ilə bir yerdə satılır. 195 min manat təşkil edir. Qonaq otağındayıq. Hal-hazırda bütün əşyalar ilə bir yerdə satış edilir. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Şəxsi özünə mülk axtaranlar buyurub zəng edə bilərlər. 2 mərtəbə, 4 otaq, cüt daş, bütün pəncərələrin qarşısı da dəmir barmaqlıqlarla örtülüdür. Gəl dəyərli qardaş, keçək həyətyanı sahədən başlayaq. Həyətyanı sahəsidir. Nə qədər istəyirsən avtomobil daxil etmək mümkündür. Həyət üçün besetkası var. Besetkanın alt sahəsində baseyni var. 10 tonluq su baseynidir. Ehtiyac su çənidir. Burada su kəsilmir. Qaz, su, işıq daimi olan bir ərazidə. Xırdalan şəhərindəyik. Məktəbə, bağçaya, bütün yaşayış obyektlərinə yaxın bir ərazidən sizlərə ev təqdimat edirik. Mərkəzi giriş darvazası buluddan açılır. Dəyərli dostlarımız, kaletka qapısı var. Girişdən sağda yerləşir sanitar qovşaq və ehtiyat olaraq əldamı sol tərəfdə yerləşir. Mərkəzi kanalizasiya sistemidir, drenajlarına kimi vurulub hazır vəziyyətdədir. Mənim öz fikrimi deyim, çox xoşuma gəldi də, çox. Hətta su kanatlarını dəyərli dostlarımız ağlay daşların içərisinə salıblar. Gül çiçəyi əkmək üçün yerləri qoyulub hazır vəziyyətdədir. Torpaq sahəsi dəyişilib, kübrə verilib hazır vəziyyətdədir. Evin ümumi fasad görkəmi ilə tanış oluruq. Gecə işıqlandırması üçün plafonlarına kimi vurulub divarlara hazır bir vəziyyətdə. Yerdən 5 daş kürsüdədir. Ən əsası isə şəxsi özünə tikilmə evdir. Videonun sonuna qədər baxın. Zəhmət olmasa böyürdə ürək işarəsi var. Onu vurun ki, hər zaman ideal evlər sizin qarşınıza çıxsın. Bütün əşyaları ilə bir yerdə satılır. Besetkasına kimi, yerləncəyinə kimi. Buradan padvalına giriş kodu var. Həyətyanı sahə ağlay daşlarla pilləkən sahəsi örtülüb. Keçək evin yan tərəfinə keçid edəndə dəyərli dostlarımız, yan tərəfində yerləşir kombi aparatı. Kanalizasiya sistemi xəttinə kimi evin yan tərəfində qoyulub hazır bir vəziyyətdə. Pəncərələrin qarşısını heç bir maneə tutmur. Öz həyətyanı sahəsinə baxır. Gördüyünüz o plasmas qapıdan içəri girişdə kombi aparatının yeri nəzərdə tutulub. Gəl qalxaq evin içi ilə bir daha tanış olaq, bütün otaqlarla tanış olaq. Bütün əşyaları ilə bir yerdə 195 min manata satışa çıxarılıb. Öndən buyurun, zəhmət olmasa içəri polu parketdir. Dəyərli dostlarımız, mərtəbələr arası monolit beton, ideal bir şəxsi özünə tikilmə mülkü sizlərə təqdim edirəm. Köhnə tikilidir, evin içərisində cüzi az bir vaxtda yaşayış olub. Xırda abo işlərinə ehtiyac var. O da yəni 11 manat versəz kley ala bilərsiniz. Qonaq otağı ilə tanış olduq. Keçək mətbəx sahəsi, dəyərli xanımlarımızın sevdiyi mətbəx sahəsi. Bar sistemli mətbəx sahəsi yığılıb. Dəyərli dostlarımız, çox gözəl, zövqlə dizayn edilmiş mətbəx sahəsidir. Bütün avadanlıqlar evin içərisində qalır. Nəzarət sistemi isə kameradır, telefon vasitəsilə yükləyib nəzarət etmək mümkündür. Domofon sistemlidir, qapının arxası önündə dayananlar da var. Yəni göstərir, dörd bir tərəfdən kamera nəzarəti mövcuddur. Sanitar qovşaqdır hər mərtəbədə. Var tam təchizat, bütün aksesuarlarına kimi tavan sahəsi asma tavandır, duş kabini, bahalı aksesuarlar yığılıb. Hətta buradan böyük bir seyirməli duş kabin yerdə qoyulub. Havalandırma üçün pəncərə sahəsi var. Yerdəki istipoldur. Birinci mərtəbənin istilik sistemi kombidir.
Çox bahalı bir qonaq otağında mebellər yığılıb, mebellərin dəsti pərdələrlə əla bir-birini tamamlayır. Bütün əşyalarla bir yerdə 195 min manat təşkil edir. Bahalı qoz ağacından yığılmış pilləkən sahəsi var. İkinci mərtəbəyə qalxan pilləkən sahəsidir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, yeni mülk almaq istəyirsinizsə, dəyərli dostlarımız, səhifədə nömrə var. Nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hətta ikinci mərtəbəyə qalxan pilləkən sahəsində işıqlandırma üçün pilləkən sahəsi var. Jalüz pərdələrinə kimi vurulub, tamamilə hazır bir vəziyyətdədir. İkinci mərtəbə monolit betondur. Bütün sistem isti poldur, dəyərli dostlarımız. Dəhliz vasitəsi, sanitar qovşaq və yataq otaqları isti polla üzlənir. Burada yerləşir körpə balalarımızın uşaq yataq otağı, pəncərəsi həyətyanı sahəsinə baxır, dəmir barmaqlıqlarla vurulub. Çox xoşuma gəldi. Gözəl dizayn edilmiş mebel sahəsi var uşaq yataq otağı üçün. Keçək bu sahəyə. Burada da həm böyük, həm uşaq sahəsi düzəldilib. Bahalı maşın mirvaridir bu. Tünd mirvari gedir, gümüşü mirvari. Maşın kraskası ilə rənglənmiş bahalı mebellər yığılıb. Pəncərəsi öz həyətyanı sahəsinə baxır. Çox gözəl dizayn edilmiş sizlərə həyət evi təqdim edirəm. Belə həyət evləri hər an ələ düşmür, hər an satışa çıxmır. Videonu izləyirsənsə sonuna qədər bax, dəyərli dostum. Əla ev çəkirikdə sizlərə. Hər zaman da sizlərin xidmətində bir otağımız qalıb. Gəl, videomuzu çox uzatmayaq. Dördüncü otaqla sizləri tanış edirəm. 3 ədəd kondisioner var, dəyərli dostlarımız. Biri qonaq otağında, eyvana çıxış etməyə xodu qoyulub buradan. Hətta dəhliz vasitəsindən də keçid etmək mümkündür. Buradan da eyvana xod qoyulub, hətta qapının üzərinə jalüz pərdə də vurulub. Tam dolu ev sizlərə təqdim edir. Tam dolu. Sanitar qovşaqdır, ikinci mərtəbəyə məxsus sanitar qovşaqdır. İstəsəz duş kabin yeri də qoya bilərsiniz. Asma tavanla üzlənilib. Qiymət 195 min manatdır. Real müştəri əlaqə saxla, endirim ediləcək. Gələn videolarda sağ olun, sağlıqla qalın.